Demokratik hərəkat Şimali Azərbaycan iqtisadiyyatına mənfi təsir edən 1900-1903-cü illərin iqtisadi böhranı əhalinin güzaranı daha da pisləşdirdi. Onlarla sənaye müəssisəsi bağlandı və işsizlərin sayı artdı. Sənaye müəssisələrində iş saatı artırıldı, fəhlələrin əmək haqqısı isə azaldıldı. Fəhlələrin iş və mənzil şəraiti dözülməz idi. Sənayenin bütün sahələrində uşaq və yeniyetmə əməyindən geniş miqyasda istifadə edilirdi. Belə bir şərait fəhlələrin siyasi cəhətdən fəallaşmasına və inqilabi hərəkatın başlanmasına zəmin yaradırdı. İqtisadi böhran illərində Şimali Azərbaycanda tətil hərəkatı genişlənirdi. Artıq onlar siyasi tələblərlə çıxış edərək mütləqiyyətin əleyhinə çıxır, hüquq və azadlıqlar tələb edirdilər. 1903-cü ildə Bakıda fəhlələrin ilk ümumi tətili baş verdi. Əvvəlkilərdən fərqli olaraq bu tətildə demək olar ki, bütün sənaye sahələrinin fəhlələri iştirak edirdilər. Tətil ordunun gücü ilə yatırılsa da, artıq fəhlə hərəkatının mütəşəkkil səviyyə çatdığını göstərdi. Deməli, 1993-cü ildən iqtisadi böhranı çoxlu müəssisənin bağlanması ilə işdən çıxarılan fəhlələr nümayiş və tətillərə başladılar. Yadda saxlayaq ki, ilk açıq siyasi nümayiş 1902-ci ildə keçirilibdi. Demək, ilk açıq siyasi nümayiş nə vaxt keçirilibdi? Açıq olan 1902-ci ildə keçirilibdi. 1902 apreldə Bakıda keçirilibdi. Bu ilk açıq siyasi nümayiş idi. 1903-cü ilin yayında Bakıda, Bibiheybətdə ilk böyük ümumi tətil keçirildi. 1903-cü ilin yayında Bakıda ilk ümumi tətil baş verdi ki, bu harada oldu? Bibiheybətdə oldu. Bu tətildə əvvəlkindən fərq nədir? Bütün sənaye sahələrinin, Bakıda bütün sənaye sahələrinin fəhlələri iştirak edirlər və şəhəri tam əhatə edirdi. Tətil zamanı fəhlələr çıxışlara rəhbərlik eləmək üçün tətil komitəsi yaratdı. Tətil komitələri sahibkarlar qarşısında tələbnamə hazırladılar. Deməli, tətil komitələri yaradıldı, tətil komitələri yaradıldı, komitə və komitələr sahibkar qarşısında tələbnamə hazırladı. Tələblər də qismən yerinə yetirilirdi. Tətil sonda ordunun gücündən yatırılır, amma yatırılsa da fəhlə hərəkatının mütəşəkkil səviyyə çatdığını göstərdi. 1904-cü ildə başlayan Rus-Yapon müharibəsində Çar ordusunun biabırçı məğlubiyyəti ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. İmperiyanın bütün ərazilərində olduğu kimi onun müstəmləkəsi olan Şimali Azərbaycanda da ümumi iqtisadi və siyasi vəziyyət mürəkkəbləşdi. Demək, biz kimin müstəmləkəsiyik? Şimali Azərbaycan Rusiyanın müstəmləkəsidir. Balaxanı mədənlərində başlayan tətil tezliklə digər müəssisələri və bütün şəhəri əhatə edərək ümumi tətil xarakteri aldı. Tətilçilər əsasən iqtisadi xarakterli olmaqla siyasi tələblər də irəli sürdülər. Nəticədə neft sənayetçiləri ilə fəhlələr arasında müştərək müqavilə imzalandı. Fəhlələr Mazut Konstitusiyası adlanan müqavilə imzaladılar. Bununla da bir sıra güzəştlər əldə elədilər. Lakin bu güzəştlər ancaq bilavasitə neft sənayesinə çalışan fəhlələrə aid olundu. Halbuki Bakı və onun ətrafında digər sənaye müəssisələrinin fəhlələri də var ki, onlar da tətillərdə iştirak edirlər. Tətil davam etdirən digər sənaye sahələrinin fəhlələri də 1905-ci ildə məqsədlərinə nail oldular. Deməli, 1904-də Rus-Yapon müharibəsi olur. Bundan sonra vəziyyət gərginləşir. Şimali Azərbaycanda iqtisadi və siyasət mürəkkəbləşir. 1904-ün dekabrın 13-də Balaxanı neft madənlərində dekabr tətili baş verir. Vacib qeyddir. Demək, dekabr tətili nə vaxt olur? 1904-ün dekabrında. Harada olur? Balaxanı neft mədənlərində. Deməli, həm digər müəssisələri, həm də bütün Bakını əhatə edərək ümumi tətil xarakteri alır. İqtisadi tələblər bərabər, həm də siyasi tələblər irəli sürürlər. Dekabrın 30-da neft sənayetçilərlə fəhlələr arasında Mazut Konstitusiyası bağlanır, müştərək müqavilə idi. Sahibkarlar neft sənayesində çalışan fəhlələrin bütün tələblərini qəbul edirlər. Mazut Konstitusiyası nə idi? Bəs bunun mahiyyəti? Deməli, iş günü 9 saata endirilir və əmək haqqı artırılır. Fəhlələr həftədə bir gün istirahət eləmək, ildə bir dəfə məzuniyyət çıxmaq hüququ qazanırlar. Əmək haqqı ödənilərkən Cənubi Azərbaycandan olan işçilərə yerli fəhlələr arasında qeyri-bərabərlik aradan qaldırılır. 1905-də də digər fəhlələrlə belə bir müqavilə bağlanılır, yəni onlar da məqsədlərinə nail olurlar. Danışaq indi kəndli hərəkatından. Qafqaz canişinliyi, millətlər arası münaqişənin baş verdiyi əraziyə baxış keçirilməsi 1905-ci il şəkil.
Deməli, 20-ci əsrin əvvəllərində kəndli hərəkatı Azərbaycanda milli azadlıq hərəkatının tərkib hissələrindən biri də kəndli hərəkatı idi. Kəndli hərəkat Yelizavetpol quberniyasında daha geniş miqyas almışdı. Bu dövrdə Azərbaycanda kəndlinin əsas mübarizə forması qaçaqçılıq idi. Dövrün qaçaq hərəkatının görkəmli rəhbərləri Dəlalı, Qaçaq Süleyman, Çar məmurları və erməni terrorçularına qarşı mübarizə aparırdılar. Deməli, bu dövrdə Azərbaycanda milli azadlıq hərəkatının tərkib hissələrindən biri olan kəndli hərəkatı idi. Kəndli hərəkatı Yelizavetpol quberniyasında daha geniş miqyas almışdı. Demək, burada Qaçaq Süleymandır, Dəlalıdır və başqaları müstəmləkəçi Çar məmurları ilə yanaşı erməni terror dəstələrinə qarşı da mübarizə aparırdılar. Yaponiya ilə müharibə, məğlubiyyət Rusiyada siyasi böhranın kəskinləşməsinə səbəb oldu. Həmçinin sosial-iqtisadi böhranın dərinləşməsi 1905-ci ildə inqilabın başlanmasına təkan verdi. İnqilabın başlanması Şimali Azərbaycanda da ictimai-siyasi vəziyyətdə böyük təsir göstərdi. Tətil hərəkatının getdikcə genişlənməsi hökumət dairələrini çox narahat edirdi. Hərəkatın qarşısını almaq, əhalinin narazılığını başqa istiqamətə yönəltmək məqsədi ilə çarizm millətlərarası qırğından istifadə elədi. Vaxtilə məqsədyönlü şəkildə Çar hökumət tərəfindən Şimali Azərbaycana köçürülmüş ermənilərdən bu məqsədin həyata keçirilmək üçün istifadə edirdilər. Millətlərarası qırğının tətil hərəkatının genişləndiyi Bakıda başlanması təsadüfi deyildi. Polisin təzyiqini gücləndirmək üçün Qafqazın idarə sistemində dəyişiklik edildi. 1883-cü ildə ləğv edilmiş canişinlik bərpa olundu. Deməli, 1883-cü ildə canişinlik ki var idi, ləğv olunmuşdu. Qafqaz canişinliyi. Həmin canişinlik 1883-də ləğv olunmuşdu. İndi bu bərpa olundu. Neçənci ildə bərpa olundu? 1905-ci ildə bərpa olundu. Eyni zamanda Bakı general qubernatoru vəzifəsi yaradıldı. Demək, 1905-ci ildə Bakıda hərbi qubernator vəzifəsi təsis olundu. Və Bakı şəhərində eyni zamanda da Bakı quberniyasında, yəni quberniyanın digər ərazisində hərbi vəziyyət elan olundu. Yəni mülki idarə etmənin hərbi rejimlə əvəz edilməsidir. Bu da Rusiyada inqilabın başlanmasıdır. Bütün Rusiyanı bürüyən inqilab və tətil hərəkatı Çar hökumətini güzəştə getməyə məcbur elədi. Çar manifest verərək söz, mətbuat, yığıncaq, təşkilatlar yaratmaq azadlığı tətbiq eləməyi, məhdud qanunverici səlahiyyətlərə malik Dumaya seçkilər keçiriləcəyini vəd elədi. Manifest nə deməkdir? Yəni, çağırış deməkdir mənası. Dövlət başçısı və ya ali hakimiyyət orqanının əhaliyə hər hansı bir mühüm məsələyə bağlı müraciətidir. 1905 manifestinin şəkli. Milli partiya və təşkilatların yaranmasından danışaq. Ancaq ona qədər çarizm milli qırğın siyasətindən danışaq. Çar Rusiyasının 20-ci əsrin əvvəllərində sosial-iqtisadi vəziyyət pisləşir, imperiyanın, onun müstəmləkələrin tətillər, çıxışlar, milli azadlıq hərəkatı bürüyür. Narazılıqları başqa istiqamətə yönəltmək üçün hökumət ənənəvi parçalı hökmranlıq siyasəti həyata keçirməyə başlayır. Xalqları bir-birinə qırdırmaq siyasətinin ilk adımları Cənubi Qafqazda atılır. Həmişə böyük dövlətlər tərəfindən alət kimi istifadə olunan ermənilər Çar Rusiyası tərəfindən silahlandırılır. Beləliklə 1905-ci ildə tarixdə erməni-müsəlman davası adlanan hadisələr başlanır. 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda İrəvan, Yelizavetpol, Bakı quberniyalarında əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Bu, gələcəkdə tarixi Azərbaycan torpaqlarında muxtariyyət və ya müstəqil dövlət yaratmaq istəyən erməni terror təşkilatlarının planlarına uyğun deyildi. Terror Daşnaksutyun partiyasının əsas mübarizə vasitəsi idi. Böyük Ermənistan xulyasını reallaşdırmaq üçün partiya bütün yerli təşkilatlarından İrəvan, Gəncə, Qarabağ bölgələrində olan türk kəndlərini viran qoymağı, oraları yerli haldən Azərbaycanlardan bir dəfəlik təmizləməyi tələb eləmişdi. Məhz bu məqsədlə də onlar və digər erməni təşkilatları Şimali Azərbaycanın müxtəlif bölgələrində erməniləri silahlandırır, Azərbaycanlara qarşı savaşa təhrik edirdilər. Daşnaksutyun erməni millətçilərinin terrorçu təşkilatı idi ki, 1890-cı ildə Tiflisdə yaradılmışdı. Partiyanın məqsədi Azərbaycan və Osmanlı torpaqlarında Böyük Ermənistan dövləti qurmaq idi. Öz məqsədinə nail olmaq üçün partiya türk müsəlman əhaliyə qarşı terror, soyqırım siyasətindən istifadə edilmişdi. İrəvan 20-ci əsrin əvvəllərində 1905-6-cı illər hadisələri zamanı yandırılmış neft mədənlərinin təsvir olunubdur. Azərbaycan türk müsəlman əhalisinə qarşı ermənilərin hücumları Bakı şəhərindən başlayaraq Azərbaycanın digər bölgələrinə yayıldı. Hərtərəfli hazırlıqdan sonra ermənilər 1905-ci ilin fevralında Bakıda qırğın törətdilər. Çox keçmədən ixtişaşlar İrəvanda kütləvi xarakter alır, Naxçıvan və Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz qalırlar.
Onlar kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. Yerli əhali ata-baba yurdunu tərk eləməyə, qaçqın düşməyə məcbur olurdu. Erməni silahlı dəstələri Azərbaycanlılar yaşayan kəndlərə hücum eləyir, əhalini qətlə yetirir, qovur, beləliklə say üstünlüyünə nail olmağa çalışırdılar. Çar məmurları milli ədavətin qızışdırılmasına maraqlı idilər. Erməni silahlı dəstələri Şuşa qəzasını Azərbaycanlılardan təmizləmək üçün uzun müddət hazırlıq görmüş, silahlarla təchiz olunmuşdu. 1905-ci ildə Daşnaqların planına əsasən Çar əsgərləri Şuşada bir ermənini öldürüb, onun güya müsəlmanlar tərəfindən qətlə yetirilməsi barədə xəbər yaydılar. Çox çəkmədən erməni silahlı dəstələri kilsənin qarşısına toplaşdı, müsəlman məhəllələrinin üzərinə hücuma keçdi. Erməni terrorçuları ilə birlikdə Çar hərbi dəstələri və kazaklar da Azərbaycanlıların yaşadıkları evlərə hücumlar edirdilər. Azərbaycanlıların özlərini müdafiə tədbirləri nəticəsində ermənilər tezliklə məğlub oldu və ağ bayraq qaldırdılar. Burada Daşnaqlar 1905-ci ildə Azərbaycanlıları qətlə yetirmək üçün fəaliyyətə başladılar. Daşnaqlar öldürə bildiyin qədər öldürür, talan et, heç kimə acımaz şüarı ilə hərəkət edirdilər. Daşnaq quldurlar dinc əhalini qətl edirdilər, kəndləri talan edirdilər. Vaxtda məlumat verilibdir. Bir partiya olaraq məsuliyyətin əsas hissəsini Daşnaq üstündə daşıyır. Çünki onlar qırğınları həyata keçirməkdə çox zaman aparıcı qüvvə idi. Deməli, erməni keşişləri, onların havadarları olan yüksək rütbəli çar zabitləri, məmurlar, deməli, əllərində İncil, ağ rəngli təslim bayraqları Gövhər ağa məscidinin qarşısına gəlirlər. Böyük səhvə yol verdiklərini, boyunlarını alıb, barışmaq istədiklərini bildirirlər. Ürəyi yumşaq Azərbaycanlılar ermənilərin fitnələrini aldanaraq barışqa razılaşırlar. Ermənilər İncilə əl basıb, sülh nişanəsi kimi ağ bayraq qaldıraraq bundan sonra müsəlmanlara qardaş kimi yaşayacaqlarına söz verirlər. Beləliklə döyüşlər ermənilərin məğlubiyyəti ilə başa çatır. Şuşanın görkəmli ziyalisi Əbdülkərim bəy Mehmandarov bu hadisələr zamanı əhalinin özünün müdafiəsinin təşkilində fəal oynamışdı. Demək, Şuşanın görkəmli ziyalısı kim idi? Əbdülkərim bəy Mehmandarov idi. Əbdülkərim Mehmandarov bu hadisə zamanı müdafiədə böyük rol oynamışdı. O hələ qanlı döyüşlərin gedişində Şuşada xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb açdırmışdı. Şuşada təxminən bir il nisbi sakitlik oldu. Lakin ermənilər öz biabırçı məğlubiyyətləri ilə barışa bilmirdilər. Çar Rusiyasının himayəsində olan imkanlı ermənilər Osmanlı dövləti, Qacarlar dövlətinin təbəələri olan erməniləri gətirib muzlu döyüşçü kimi Azərbaycan türklərinə qarşı vuruşdururdular. 1906-cı ildə ermənilər Şuşa şəhərində ikinci dəfə qırğınlara başladılar. Demək, 6-da da ikinci dəfə qırğınlara başladılar. Güya sülh və əmin-amanlıq yaratmaq üçün Qafqaz canişini tərəfindən Qarabağa göndərilmiş Rus qoşunu Azərbaycanın məhəllələrini top atəşinə tutdu. Hətta məscidin minbərinə atəş açılmışdı. Buna baxmayaraq tezliklə Şuşadakı ikinci vuruşma da Azərbaycanlıların qələbəsi ilə bitdi. Demək, Şuşada Azərbaycanlılar qələbə çaldı. 5-6-cı illərdə erməni silahlı dəstələri Cavanşir qəzasında, Ağdərə bölgəsində də kütləvi qırğınlar törətdi. Qaryagin qəzasında bir çox kəndlər erməni silahlı dəstələrinin hücumları nəticəsində yandırıldı. Azərbaycanın əks həmləsindən sonra ermənilər qırğınları dayandırmaq məcburiyyətinə qaldılar. Bu dövrdə erməni silahlı dəstələri Xocalıya da hücum elədi. Kənd əhalisinin bir qismi qaçaraq canlarını qurtardı. Bir qismi də ermənilər öldürdülər. Erməni müəlliflərindən biri yazır ki, kəndi ələ keçirən ermənilər əvvəlcə evləri taladı. Sonra əhalinin bir daha geri qayıda bilməməsi üçün od vurub evləri yandırdılar. 1905-ci ildə Umudlu kəndində ermənilərin sonralar 92-ci ildə Xocalıda törətdikləri soyqırıma bənzər qırğınlar törədildi. Demək, Umudlu kəndində qırğın nə vaxtı? 1905-ci ildədir. Dekabrın 23-də 1905-ci ildə ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma keçdilər. Ermənilər bu iki kəndə daxil olub barbarlıq törətdilər. Umudluda heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər. Burada bir türk qadının qəhrəmanlıq nümunəsi göstərdiyi söylənilir. Qadın ərini öldürən erməni qılıncını əlindən alıb öz sinəsinə soxmuşdu. Bu iki kənddən onlarla qadın və kişi öldürüldü. Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin söylədiklərinə görə sağ qalanlardan bəziləri uzun yol gedə bilməyib meşələrdə qalmış donmuşdular. Xəritəyə diqqət eləyək, son dövrlər xəritələrdə nə ifadə olunub düşür? 1905-6-cı ildə erməni silahlı dəstələrin kütləvi qırğınlar törətdiyi ərazilər təsvir olunubdur. Yazavit Poqubeniyası gördüyümüz kimi burada Şamaxı quberniyasıdır. Daha doğrusu Şamaxı yox da Bakı quberniyası deyək. 1906-nın fevralında Tiflisdə Qafqaz canişinin təşəbbüsü ilə erməni müsəlman qırğınına son qoymaq məqsədilə sülh konfransı keçirildi. Demək, sülh konfransı nə vaxt keçirildi? 1906-cı ilin fevralında harada keçirildi? Tiflisdə keçirildi. Konfransda Əhməd bəy Ağayev,
Əlimərdan bəy Topçubaşov və başqaları Daşnak Üstün Partiyasının niyyətlərini ifşa edir. Onlar partiyanın Cənubi Qafqaza törədilən qırğınların terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir. Rəsmi hökumət dairələrinin bu təşkilatı əməlinə göz yumduğunu sübuta yetirirlər. Əhməd bəy Ağayevin çıxışı var burada da. Sülh konferansından bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başladı. Ermənilər Bakı və Şuşadakı məğlubiyyətləri heç cür barışa bilmirdilər. 1906-nın yayında erməni əhalisinin sayca azlıq təşkil etdiyi İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər ərazilərdə erməni silahlı dəstələrinin müsəlman kəndlərinə hücum etməyə əmri verildi. Erməni-Azərbaycanın münaqişəsində rusların ermənilərlə əlbir olması Azərbaycanların ayrıca bir təşkilatda birləşməsini zərur etdi. Əhməd bəy Ağayevin təşəbbüsü ilə Difai, yəni Müdafiə Partiyası yaradıldı. Demək, Difai kimin təşəbbüsündən yaradıldı? Əhməd bəy Ağayevin təşəbbüsündən yaradıldı. Azərbaycanın təşkilatlanması Difai Partiyasını formalaşdıraraq ermənilərin terroruna qarşı qətiyyətlə cavab verməsi erməniləri qırğınlar törətməkdən əl çəkməyə məcbur elədi. Erməni-Azərbaycanın münaqişəsi Azərbaycan milli hərəkatının inkişafına, xalqın təşkilatlanmasına mühüm rol oynadı. Bu, Azərbaycan Türk müsəlman əhalisi arasında milli birlik ideyasını gücləndirdi. 20-ci əsrin əvvəllərində bildik ki, kəndli hərəkatı Azərbaycanda milli azadlıq hərəkatının ilk tərkib hissəsi kimi geniş yayıldı. Bu hərəkatlardan ən geniş yayılan biri də qaçaqçılıq hərəkatı idi ki, bayaq bunu da qeyd elədik. Azərbaycanda 1905-7-ci illərdə, yəni Rusiyada daha doğrusu Peterburqda baş verən Qanlı Bazar günündən sonra 5-ci ildə, 5-7-ci illərdə Burja Demokratik İnqilab baş veribdi. Qanlı Bazar günü Azərbaycana çatanda Bakıda digər bölgələrdə də həmrəylik əlaməti olaraq nümayiş, tətillər keçirilibdi. 1905-ci ilin yayında Bakıda ümumi tətil keçirilib, tətil komitəsi yaradılıbdı. Bu zaman tətilçilərə qarşı qoşun yeridilib, fəal üzvləri həbs olunubdu. 1905-in payızında Şimali Azərbaycanın digər bölgələrində də mütəşəkkil tətillər keçirilib. Hər yerdə fəhlə komissiyaları yaradılıbdı. Deməli, 1904-dəki o Mazut Konstitusiyası öyrənmişdik. O Mazut Konstitusiyasıyla bərabər 1905-in payızında da hər yerdə fəhlə komissiyaları yaradılıbdı. Azərbaycan İnqilabi Hərəkatı idarə etmək üçün 5 noyabrında fəhlələr tərəfindən Bakı Fəhlə Deputatlar Şurası PFDS yaradılıbdı 1905 noyabrda. Lakin 1906-nın fevralında Bakı FVDS qubernatorun əmrindən fəaliyyətini dayandırıb. Yəni cəmi belə deyək də noyabr, dekabr, yanvar, fevral 3-4 ay yaşayıbdı. 6-cı fevralında qubernatorun əmrindən fəaliyyətini dayandırıbdı. Bir də bayaq qeyd etmədiyim məsələlərdən biri də Çar hökuməti inqilabın təsirindən güzəştə getmişdi. 1905-ci ilin oktyabrın 17-sində manifest imzalanmışdı ki, buna əsasən Rusiyada yaşayan əhaliyə şəxsiyyət toxunulmazlığı, fikir, söz, yığıncaq, sərvət toplaşmaq, mətbuat azadlığı hüququ vermişdi. Məhdud qanunverici səlahiyyəti Dumaya seçkilər keçiriləcəyi vəd olunmuşdu.